Hər vaxtınız xeyir, hörmətli əməkdaşlarım və əziz tamaşaçılar. Bildiyimiz kimi bugün 20 yanvar faciəsinin 36-cı il dönümüdür. Qanlı yanvar hadisəsini yad etmək üçün bugün Şəhidlər Xiyabanına dövlət rəsmiləri, dövlət qurumlarının əməkdaşları və paytaxt sakinləri üz tutaraq şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirlər. Biz bugünü unutmadıq çünki 20 yanvar bizim qan yaddaşımızdır. 1990-cı il yanvarın 19-undan 20-sinə keçən gecə Sovet İttifaqı rəhbərliyinin Mixail Qarbaçovun əmri ilə Bakıya və Azərbaycanın bir neçə bölgəsinə qoşun yeridildi. Dinc əhali ağır hərbi texnika və müxtəlif silahlarla atəşə tutuldu. Qadın, uşaq, qoca demədən günahsız insanlar qətlə yetirildi. Fövqəladə vəziyyət elan olunana qədər 82 nəfər amansızcasına öldürüldü. Sonraki günlərdə də qətliam davam etdi. Ümumilikdə Bakı və ətraf rayonlarda 131 nəfər şəhid oldu. 700-dən çox insan yaralandı. Neftçala və Lənkəranda da günahsız canlar alındı. Həlak olanların arasında təcili yardım işçiləri və hüquq mühafizə orqanlarının əməkdaşları da vardı. Bu faciə təkcə insan itkisi ilə bitmədi. Yüzlərlə qanunsuz həbslər edildi. Evlərə, avtomobillərə, təcili yardım maşınlarına atəş açıldı. Dövlət və şəxsi əmlaklar məhv edildi. Bu bir xalqa qarşı törədilmiş açıq terror idi. Faciədən dərhal sonra ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu qanlı əməliyyata kəskin etiraz etdi və xalqımızla həmrəyliyini bütün dünyaya bəyan etdi. Bildiyimiz kimi hal-hazırda Şəhidlər Xiyabanına bu saatlarda da axın var. Sakinlər gəlirlər, qurum nümayəndələri və rəsmilər hal-hazırda yenidən izdiham yaşanır və havanın soyuqluğuna, yağışına, qarına baxmadan dinc sakinlər, insanlar, vətəndaşlar hamısı şəhidlərin ziyarətinə gəlirlər.